Salam hörmətli izləyicilər, çox deyirdiniz Bilgə. Bu da Bilgə. Gəldik, çıxdıq Bilgəhə. Bilgəhə sizdə bir dənə qəşəng bağ evi, xudmani. Əqqabı çıxardıb, doğrudan elə əqqabı çıxardıb gəlib girirsən bağın içinə. Bax yağış da yağır. Bax yağışlı havada gəldik ki, yəni kim istəyirsə gəlsin. Evimizin hovuzu, baseyni var. 3-ün 7-yə. Şəxsi özü üçün tikilmə. Bir dənə fırlan elə evi, bir dənə belə görsə, cəmaət şeydə qalmasın. Bilgəhdə bir nömrədir. Hava da ki, burada hava deyim sizə. Deməli, burada bizdə evin arxasıdır ya, qabaqda keçəcəyik. Baseynimiz. Bura yay mətbəxidir. Nə bax? Hər şey hazır. Əqqabı çıxardıb gəlib girirsən. Doğrudan elə əqqabı çıxardıb gəlib girir. Bura üstü bağlıdır. Burada bax belə kran, qazı. 5 sotun içindədir. Qiymət 215 mindir. Bax, bura hamam, tualet, qazanxana, yəni çəkib belə bir yerləsə vaxt çox gedəcək. Özünə tikilmə, reşotkaları, ev sahibi də burada yaşayır. Satdığa çıxartdıq bu günləri, zirzəmisi, evimizin 2 girişi var. Bir bura, bir də əsas giriş qapısı. İndi girəcəyik, gəl bura. Qaz, su, işıq, hər şey qaydasındadır. İnternet xətti çəkilib, qiymət əla. Bilgəkdə, deməli, harada yerləşir? Təzə bazar deyilən market var. Düz bax o dalandadır. Yəni yeri bespadovludur, əladır. Yoldan, ana yoldan. Haradasa bir 400 metr içəridədir. Bax, giriş qapısıdır. Qapının ağzında da maşın saxlamağa yer var. Ehtiyat su çənimi, su ambarı, yaşıllığı. Yəni hər bir şəraiti də qiymət münasibdir. Sənədimiz tam mülkiyyətdir. Evdə, torpaqda, ipotekaya yararlıdır. Gəl buradan girək sizə. O tərəfdən də çıxarıq. Kim alsa Allah xeyir versin. Geç. Deməli belə. Mən bir amını çıxardım. Otaqlarla tanış olacağıq. Tam əşyalı. Baxaq birinci mətbəxinə. Yəni bir qəpik xərc tələb olunmur. Doğrudan elə elədir. Pato apşıfkasını çək, taxta apşıfkadır. Ya birinci bu yataq otağını görsədək. 4 otaqlıdır evimiz. Mebellər təzədir, yaxşı vəziyyətdədir. Evimiz cütdaşdır, kəməri atılıb. Özünə tikilmə. Bu detsk otaqdır. Uşaq yataq otağıdır. İstimə sistemi təbii ki, kombidir, radiatorlarda hamısı quraşdırılıbdır. Ağ rəngdə qapılar və bu yataq otağına baxdıq. Sanuzili, qonaq otağımız. Yəni hər bir şəraiti var da özünüz görürsünüz. Çıxdıq indi buradan. Burada ikinci sanuzildir. Burada digər yataq otağıdır. Və burada çamaşırxanadır. O belə bir çamaşırxanası var. 215 min. Həmən evin arxasındakı çəkilişə başladıq ha. Bax, bu da həmən çıxışdır. Gəl bura. Çıxdıq bax, hovuz hissəsinə, yay mətbəxi. Tam şəraitli evdir də, yəni. Özünüz də gördünüz videoda, hamısı görsəndir. Tam açıq vəziyyətdə, hamısını çəkdim, sizə görsətdim. Yaşıllığı belə qazonçiki, zirzəmisi, lijankalar, yəni yaxşı təklifdir. Gəlin, gözləyirəm sizi, sağ olun.